Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qeyri-hökumət təşkilatı nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün Bərdə şəhərində Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib. 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, peşə yönümlü və karyera planlaması mərkəzi, eləcə də inzibati və texniki otaqlar fəaliyyət göstərir. Müasir texnik avadanlıqlarla təchiz olunan müəssisədə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Burada olan vəziyyət sözün düzü məni çox şaşırtdı. Belə çox məmnun oldum, çox sevindim. Yəni neçə illərdir müharibə dövrü yaşayan, neçə illərdir qaçqın məcburi köçkünü olan 1 milyondan çox qaçqın və köçkün olan və heç bir başqa dəstəyə ehtiyac yox, dəstəyi ala bilməyən bir ölkənin bugün insanlarına bu qədər münbit bir şəraitin yaradılması peşə sahəsində və insanların savadlı olması, işə gedən zaman özlərinin savadlı baxımından özlərinin necə iştirak eləyəcək, necə işə götürüləcək, öz hüquqlarını bilməsi, öz peşələrini bilməsi bizim üçün çox sevindik ki, həqiqətən belə bir mərkəz yaranıb və burada bütün bu münbit şərait var. Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili, tədris prosesi barədə ətraflı məlumat verilib. İnfoturun əsas əhəmiyyəti ondadır ki, burada biz bütün o yaradılan şəraiti, aparılan işlərlə tanış oluruq və doğrudan da mən çox yüksək qiymətləndirdim. Həqiqətən də şəraitlər var, şərait tam yaradılıbdır. Müəyyən peşələr üzrə burada biz təlimçiləri də və təlim keçənləri də burada gördük və məlumat üçün bizə bir təqdimat da keçirildi. Həmin məlumatda ki, 19 demək olar rayondan bax burada gəlib iştirak edənlər də var. Hətta müəyyən bildik ki, uzaqda yaşayanlar üçün həm yol pulu da verilir, yaxud da təşkil olunur. Buradan mütəxəssislər, təlimçilər gedirlər və orada bu təlimləri keçirirlər. Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Təlim proqramları hazırlanarkən xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyətə başlayacaq işə götürənlərin tələbləri, eləcə də regionun əmək bazarının prioritetləri nəzərə alınır. Qarabağ Peşə Hazırlıq Mərkəzinin əsas prioritet məsələsi böyük qayıdışa fokuslanmışıq. Burada biz bu il 812 nəfər peşə hazırlıq kurslarına cəlb eləmişik və 812 nəfərin bitirənlərinin əsas hissəsini isə işğaldan azad olunmuş ərazilərdə işlə təmin eləmişik. Bunlardan əsasən ANAMA ilə əməkdaşlıq eləmişik. Burada 2 il ərzində 281 nəfərə peşə hazırlıq kursları təşkil eləmişik və onların 99%-nin işlə təmin olunmuşdur. Sonra sənaye parklarında açılan işə götürənlərlə əməkdaşlıq edirik və onlardan da Bafqonu misal göstərə bilərik ki, orada da indiyə qədər 100 müdavimə peşə hazırlıq kursu vermişik və onların da 90%-nin üstündə işlə təminatla təmin olunmuşdur. Tədris prosesi müvafiq meyarlar əsasında seçilmiş, peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Infotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mərkəzin fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənib. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi peşə hazırlığı sahəsində şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və görülən işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.